Cəhənnəm elə bir yerdir ki, orada əslən rəhmət yoxdur. Əli əleyhissalam buyurur ki, darun leysə fiyhə rəhmətun. Cəhənnəm çox ağrılı, acılı, elə bir yerdir ki, əslən orada ilahi rəhmətdən əsər əlamət yoxdur. Amma maraqlı nöqtə bundan ibarətdir ki, Ər-Rəhman surəsinin 43-cü ayəsində Allah Taala öz nemətlərini sayanda, sadalayanda cəhənnəmdən də danışır. Allah Taala buyurur ki, "Həzihi cəhənnəmullati yukəzzibu bihəl mucrimun." Bu o cəhənnəmdir ki, mücrimlər, günahkarlar onu təksib edirlər. Yatufuna beynəhə və beynə həmimin ən. Onlar həmin o od və həmim ki qaynar sudur cəhənnəmdə, xüsusi bir sudur. Odla və qaynar suyun içərisində fırlanacaqlar. Fəbiəyyi əlai rabbikuma tukəzziban. Belə isə Rəbbinin nemətlərindən hansı birini inkar edirsiniz? Yəni Allah Taala cəhənnəm bir növ öz nemətlərinin sırasında sadalayır. Bu cəhətdən ki, insanların əksəriyyəti cəhənnəmin qorxusundan ibadət edir. O şey ki, insanı ibadətə vadar edir, o nemətdir yoxsa yox. İnsanların əksəriyyəti, xüsusən də ilkin mərhələdə cəhənnəmin qorxusundan ibadət edir. Ümumiyyətlə, insan elə bir formada yaradılmışdır ki, deyilsə ona ki, sənə filan mükafat veriləcək, filan əməli yerinə yetir, onu eləməyəcək. Amma deyilsə ki, əgər bu işi yerinə yetirməsən, sən bunun müqabilində cəzalanacaqsan, o işi yerinə yetirəcək. Məsələn, buna bir dənə misal vuraq. Məsələn, gündəlik həyatımızda nə qədər müstəhəb namazlara əhəmiyyət veririk? Demək olar, yox dərəcəsində. Çünki deyirik ki, onun müqabilində verilən mükafatı istəmirik, bu yandan da namazı qılmırıq. Amma vaciblərin isə, vaciblərdə fikirləşirik ki, əgər qılınmasa cəza olacaq. Yəni, insan elə bir formada xəlq olub ki, cəzadan qaçmaqdan ötürü neynir? İbadəti yerinə yetirir. Məhz buna görə də biz Quran-ı Kərimin heç bir yerində tapa bilmərik ki, Allah Taala buyursun ki, in əntə illə bəşir. Ya Peyğəmbər, sən ancaq müjdə verənsən. Ya müjdə verməklə qorxutmaq bahəm gəlib, ya da fəqət qorxutmaq bahəm gəlib. Ya Peyğəmbər, sən müjdə verənsən və qorxudansan, başqa bir ayədə də gəlir ki, ya Peyğəmbər, sən ancaq və ancaq qorxudansan. Niyə? Allah Taala bilir bizim xilqətimizi, bizi hamıdan yaxşı tanıyır və bilir ki, biz qorxudan, ən azı qorxudan ilkin mərhələdə ibadətimizi yerinə yetirəcəyik. Bu cəhətdən götürəndə cəhənnəm görürsən, çox faydalıdır. Bir dənə misal vurum. Məsələn, bir mühəndis əgər evi tikərsə, evi tikdiyi zamanda qarşısına çertoj qoyarsa, sxema qoyarsa, o həm istirahət otağını nəzərdə tutur, həm mütaliə otağını nəzərdə tutur, həm sanitar qovşağını nəzərdə tutur. İndi təsəvvür edin, sanitar qovşağı özünə nisbət pis.